Bir həftə sonra Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılacaq. Moderator, AZN xəbərinə görə bunu parlamentin iclasında deputat Vüqar Bayramov bildirib. Deyib ki, cənab prezidentin imzaladığı fərmana əsasən iyulun 1-də ölkəmizdə sosial paketin növbəti elementi olaraq ölkəmizdə müavinət və təqaüdlərdə artımlar reallaşacaq. Sonuncu artımlar 1 milyon vətəndaşlarımızı əhatə edəcək və bu Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən işlərin tərkib hissəsidir. Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır, deyən cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xətti də məhz vətəndaşlarımızın rifah halının daha da yüksəldilməsidir. Bəs möhtərəm prezidentin tapşırıqlarına uyğun olaraq bu ilin yanvar ayından 5-ci sosial paketin icrasına start verilib. Cənab prezident tərəfindən imzalanan sənədlər ölkəmizdə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir. 3 milyon vətəndaşımızı əhatə edən yeni sosial paket 1 milyon 1 min vətəndaşımızın pensiyalarında minimum əmək haqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında və eləcə də sosial müavinət və təqaüdlərdə artımları reallaşıb. Yeni artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əmək haqqında 3 və minimum pensiyada 3 dəfəyədək artım nail edilib. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və dinamika bu ildə davam edəcək. Vüqar Bayramov qeyd edib ki, 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 4 milyard manat ayrılacaq. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan prezidentinin göstərişi ilə reallaşan paketlərə 8-5 milyard manat əlavə vəsait ayrılır.